Bildiniz də videoya niyə oradan başladıq? Tərəzi. Bir gün inşallah hamımız cavab verəcəyik gördüyümüz işlərə görə. Allah ruzunuzu bol, canınızı sağ eləsin. Hər birinizə salamlar, dəyərli xalqım, gözəl izləyicilərim. Bax, belə evlərdə yaşamaq sizlərə nəsib olsun. Like'larınızı unutmuruq. Mərdəkanda sizlərə 7 sotto sahəsi olan, torpaq sahəsi olan 300 kvadratlıq tam əşyalı evin təqdimatına gəlmişik. Gördüyünüz kimi zalı 5 metr hündürlüyündə, tavanı çox fərqli, mən bəyəndim. İnşallah siz də bəyənərsiniz. Maraqlı bir twist yığılıb, rəng tonları mükəmməl seçilib. Əllərinizə sağlıq qardaş, nə deyim, alqışlayıram, bravo. Burada xolu, amma hər zaman dediyimiz kimi bu gözəlliklərə inanmırıq. Evlərimizi alanda mütləq və mütləq yoxlatdırırıq və yaxud da şəkillərini, videolarını tələb edirik tikintinin. Burada ümumi sanitar qovşağı. Nə qəşəng kravatdır bu. Maraqlı materialı var, dəri deyil amma. Buradan ümumi sanitar qovşağını da göstər, sənə zəhmət. Ümumi deyirəm, yataq otağının sanitar qovşağını göstər. Biz videolarımızı təbii çəkirik. Olur mənim səhvlərimdə, hərf səhvlərimdə olur. Kəsmirik ki, biz necə təbii video çəkib sizlərə təqdim edirik, nələr yaşayırıq, nələr hiss edirik, siz onu da hiss edəsiniz. Siz izləyicilərimizə onu göstərmək istəyirik. Burada qardırobu, tavanın hündürlüyü 3.60'dır. Bunu da qeyd edeyim sizlərə. Burada ikinci yataq otağı, özünün sanitar qovşağı. Gözəl evdir də valla. Bu güzgü texnologiya, bunu da bassan buxarı qoymur. Bizim vaxtımızda yox idi belə şeylər. Silməkdən bezmişdik. Ev tam isti döşəməlidir. Bütün kommunal xətləri çəkilib. Mərdəkanda daimi yaşaya biləcəyimiz bir yerdədir. Google'da falan, Waze'də yazsaz əncirni çıxacaq, oradadır. Əncirlikdir, əncirlik olsun, tamam, yaxşı. Gözəldir. Mətbəx mebelinin rəngi gözəldir, qardaş. Burada da hər şey var, hətta divanı da qoyulub. Bu evin ən böyük xüsusiyyətlərindən biri bilirsiniz nədir? Evin bayra görüntüsü olmağı. Yəni evdə sıxılmırsan, yataq otağında uzanırsan, həyəti, hovuzu görürsən, yaşıllıq görürsən, zalda oturdun, mətbəxdə oturdun, övladınız rahatlıqla hovuzda üzəndə siz də onu görə biləcəksiniz. Bax, bu bir yataq otağı, yenə də buradan hovuz görüntüsü, həyət görüntüsü. İndi həyətini də sizlərə təqdim eləyəcəm. Məncə bəyənəcəksiniz, mən bəyəndim. Like'ları unutmursunuz, siz də inşallah bəyənərsiniz. Qapıların hündürlüyü 2.45'dir. Burada 4-cü yataq otağı özünün gördüyünüz kimi geniş bir dolabı, yataq dəsti əla, hətta altında işığı falan da yanır. Buradan da hovuz görüntüsü. Aslında bu pərdə işini özüm baxıram da, Cəmalə də yoxdur da. Burada da evin sonuncu sanitarı, nə qəşəngdir bu. Mən də səninlə bərabər baxıram. İndi gedək, evin həyətini də izləyicilərimizə təqdim eləyək. Evi dörd bir tərəfdən dövr eləmək mümkündür. Hər tərəfdən keçidi var, divara birləşməyib.